sizinlə əslində daha çox yayımlar etməyə maraqlı bir neçə oyunçunu seçdikdə çox qəribə bir məncə mənzərə ortaya çıxacaqdır. Məsələn, 3 Pukaçı, Simiçi və Mikeysi seçmişəm. 3 oyunçunun etdiyi mübarizənin həqiqətən dəyərinə baxın. Yəni bu ısı haritası bu cəhətdən yaxşıdır. Hansı yerlərdə çox olublar. 2 oyunçu da seçsək əlavə Daşdəmirovu seçdim, ya da Daşdəmirovu seçməyim. Ömər Əlini seçirəm. Bir də mərkəzdən digər oyunçu seçirəm. Lipiniça. Həqiqətən nə qədər mübarizə etdiyini baxa bilərsiniz. Yəni sadəcə komandanın 5 oyunçusunun ısı haritasına baxırıq. Həqiqətən təqdirə layiqdir. Bunu istərsəniz, məsələn, topla buluşma olaraq da baxmaq olar. Pukaça baxarıq yenə. Əmələ Rəhmanə baxarıq. Lipiniçə, bir də Mikels. Yəni oyun demək olar hər yerində topa toxunublar. Yəni sadəcə 4 oyuncudan söhbət gedir dostlar. Bir oyuncu da əlavə etdikdə, yəni təbii ki, müdafiə olsun. Simiçin oyuna təsiri zaten danılmazdı. Simiçi təkcə Simiçi qoysaq, məsələn, yəni burada da başqa bir nüansı görə bilərik, yəni. Simiçin oyunda təsiri. Yaxşı oyunçular var, əlavələr olmalıdır. 9 nömrəyə xüsusi əlavələr olmalıdır. Amma mənim ümidim çoxdur ümumiyyətlə Sabahın oyunundan, Sabahın performansından və daha çox böyük uğurlar da gözləyirəm. Dostlar, özünüzə yaxşı baxın. Daha çox analiz etmək istəyərdim, amma biraz necə deyərlər, çox şey danışdıq, həm də sual da azdır. Ümumiyyətlə, inşallah daha çox analizlər, daha çox videolar da olacaqdır. Bu həftədən sonra zaten mən tətilə çıxacağam, ona görə də daha da çox vaxt olacaq. Suallarınızı, rəylərinizi yaza bilərsiniz. Bütün xoşunuza gələn, xoşunuza gəlməyən nüansları da yaza bilərsiniz. İnşallah daha çox yayımlar olacaqdır futbolla bağlı. Özünüzə yaxşı baxın. İnşallah görüşərik.